vопроsa. Ümumiyyətlə gəlin yadımıza salaq ki, bizim qarşımızda bir nitq səhvi sualı varsa, biz sizinlə nələrə diqqət yetirməliyik? Ümumiyyətlə mövzu olaraq nəyə baxmalıyıq? Начнем с того, что нитq səhvi dediyim zaman birinci olaraq, конечно, это согласование. Согласование nədir? Uzlaşma. Uzlaşma dediyimdə də mən nəyi nəzərdə tuturam? Məsəl üçün, qrammatik olaraq say və ismin uzlaşmasında səhv olmuş ola bilər, sifət və yaxud da ismin uzlaşmasında səhv ola bilər. Bir də leksiki olaraq sözlərin uzlaşıb və yaxud da uzlaşmama durumu ola bilər. Məsəl üçün, gəlin baxaq 19-cu sualımıza. Baxın, yazır ki, ошибка допущена в сочетании слов. Yəni ki, sözlərin hansının birləşməsində səhv var. Yadda saxlayın ki, rus dilində elə sözlər var ki, hansılar ki, konkret olaraq sadəcə bir sözlə istifadə olunurlar. Məsəl üçün, çox tez-tez deyirik, карие глаза. Что такое карие глаза? Nə deməkdir? Qəhvəyə gözlər. Ay, молодец, хорошо. Baxın, həmin o kariye sözü məna olaraq, leksik olaraq sadəcə və sadəcə glaza sözü ilə istifadə olunur. Siz onu məsəl üçün deyirəm, qəhvə rəngdə çanta varsa, kariye sumka deyə bilməzsiniz. Bu söz ancaq gözlər sözü ilə istifadə olunur. İndi 19-cu sualımızda da tamamilə belə bir məsələ var. Ошибка допущена в сочетании слов. C variantında заклятые друзья deyə bir söz qeyd olunub. Запомните, заклятыми могут быть враги. Bax, elə də qeyd eləyin. Заклятый враг. Хорошо? Amma друзья sözü ilə istifadə etmək istəyirsinizsə, olmalıdır закадычный. Onu da qeyd eləyin. Заклятый враг, закадычный друг. Отметьте, пожалуйста. Mən də buraya yazım, sonra sizə göndərəcəm. Заклятый враг, закадычный друг. Nə deməkdir заклятый враг? Как понимаете заклятый враг? Tam düşməni. Ən pis düşməndən. Da. Tak skажем, da? O məsələ düşməndə. Da. Qatı düşmən. Bəli, qatı düşmən. Закадычный друг. Bu da özü ən yaxın dost mənasında. Да. Да. Близкий, самый близкий друг. Хорошо? Baxın, C variantında olan kimi стать заклятыми друзьями olmaz. Заклятые могут быть только враги. Və yaxud da yazmış olsaydı tutalım ki, стать закадычными врагами, bu da səhv olmuş olacaq idi. В общем, ümumi olaraq yadda saxlayırsınız. Заклятый враг. Söz var, mehriban düşmən bizim leksikonumuzda. Hə. O şeydən gələn, serialdan gələn bir sözdür. O məncə məcazi mənadır. Da, olacaq sadəcə məcazi məna. Yəni ki, o məcazi mənaya istinadən yenə bu sözlə istifadə edə bilməyəcəksən. Yenə bununla istifadə etmək olmaz. Хорошо? Çünki bu söz leksik olaraq çox kısıtlanmış bir sözdür. Заклятый враг, закадычный друг. O sözlərin başqa heç bir sözlə istifadəsi yoxdur. İstəsən də istifadə edə bilməzsən. Maksimum necə istifadə etmək olar? Если də nə bilim, в кавычках götürülürsə, belə necə izah edeyim? Amma heç məcazi mənada da istifadəsinə bildiyim qədərilə icazə yoxdur. Нельзя так употреблять. Хорошо? Aydındır? Хорошо. İndi dальше. Gəlirəm 24-cü sualıma. Siz mənə deyin görüm, sizcə bu 24-cü sual hansı mövzuya aid bir sualdır? Xüsusa tema. Mən bir dənə gözünü oxuyaq görək. Bu vaxta qədər oxumalıydınız, indi yox. Mən görmürəm axı, gözlüyü yarımsı 3 dənə açıq taxdım ki, ekrandan nəsə görüm. Niyə ki? Niyə görmürsünüz? В чем дело? Mən də bizim yaşımızda öldür gözlüyü yarımsı. Хорошо, baxın görün. Bu deməli bizim fe'li bağlama mövzumuz var idi. Prичастие. Помните, cümlə içərisində mübtəda tapırdıq. Sonra biz onu fe'llə uzlaşdırırdıq, fe'li bağlamayla. Baxın, 24-cü sualımız fe'li bağlamaya aid olan sözlərdir. İkinci nitq səhvi olaraq bunu yadda saxlayırıq. Bir dəfə də xatırladıram, nədir bu ümumiyyətlə? Давайте mən bunu belə bağlayım. Давайте я вам Причастный оборот fe'li bağlamanın istifadəsi haqqında olan nitq səhvi sualını izah edirəm. Например, sizin üçün qeyd edirəm belə bir sual. Говорить. Nədir bu? Danışmaq. Bildiyimiz fe'l. Хорошо? Вот запомните. Yadda saxlayın ki, fe'l ümumiyyətlə cümlədə берется как основное действие. Yəni ki, əsas hərəkət olaraq götürülür. Основное действие. Хорошо? Основное действие. Теперь запомните то, что
Bizim cümlədə основное действиеdən əlavə olaraq ola bilər добавочное действие. Добавочное действие bu olacaq əlavə hərəkət. Добавочное действие bərabərdir əlavə hərəkət. Əlavə hərəkət də nədir? Запомните то, что əlavə hərəkət bu депричастие, yəni feili bağlama. Biz bunu nə ilə göstəririk və yaxud da cümlə içərisində biz bunu necə tapa bilərik? Təbii ki, şəkilçilərinə görə. Например, смотрите, говорить F məxfi znак Azərbaycan dilində olan maqməqi bildirir. Mən bundan indi əlavə hərəkət düzəldirəm, olacaq говоря. Tərcüməsi danışaraq və yaxud da danışarkən. Deməli, burada ola bilər A, ya şəkilçiləri, ola bilər вши. Qoyun bunu biraz qəşəng yazım. Так, вши. Ola bilər ши. Ola bilər v. Например, поговорив. Baxın, yuxarıda говоря, söhbət baxın bundan gedir. Говоря, danışarkən. Поговорив, danışıb bitirdikdən sonra. Yəni artıq prosesin nə etdiyini göstərir, bitdiyini göstərir. Deməli, nədir bu? Feili bağlamadır. Говорить bildiyimiz feildir, əsas hərəkətdir. А вот добавочное действие, то есть депричастие feili bağlama. A, ya, şi, şi və yaxud da v şəkilçiləri ilə yaranır. Yəni bunlarla olan hər hansı bir söz gördüksə, deməli orada böyük ehtimalla ki, feili bağlamanın istifadəsində nəsə səhv var. Nəsə uyğunsuzluq var. Bura qədər aydın olmayan nəsə var, Agi? Всё понятно? Есть какие-то вопросы? Hələ ki, bura qədər normal. Aha, всё. İndi nədir bu? Və bunu silirik. Və mən başlayıram ki, istifadədə nələrə diqqət yetirmək lazımdır. Birinci nüans, əgər biz feili bağlamanın səhv və yaxud da düz istifadə olunduğunu tapmaq üçün bir alqoritmə uyğun getməliyik sizinlə. Birinci, siz mütləq cümlədə mənə mübtəda tapmalısınız. Mübtəda. Əgər cümlənizdə mübtəda yoxdursa və yaxud da siz cümləyə rahatlıqla mübtədanı qoya bilmirsinizsə, всё, sizin cümləniz uca səhvdir. 1. Mübtəda tapırıq. İkinci olaraq, конечно же, ona aid olan feili tapırıq. Üçüncü olaraq, həmin o feili bağlamanı tapırıq. Sonluqlarını dedimdə, şəkilçilərini dedim. A, ya, şi, şi və yaxud da v olan həmin o sözü tapırıq. Yəni ki, feili bağlama. Feili bağlama və dördüncü olaraq da ümumiləşdiririk. Əgər sizin, baxın bu mübtədanız, mübtəda. Əgər həm onu, yəni ki, həm feili, həm də feili bağlamanı icra edirsə, feili bağlama, əgər bunları icra edirsə, sizin cümləniz düzgün hesab olunmuş olacaq. Amma tutalım ki, deyirəm, mübtədanız feili icra edir, amma feili bağlamanı icra etmir. Bu halda sizin cümləniz səhv hesab olunacaq. Bura qədər də hər şey aydındır, yadınızda qaldı. Всё. Теперь что мы делаем? Cümlədə 24-cü sualı oxuyuram sizin üçün. Birinci cümləmiz. Сыграв вальс. Sözdə feili bağlama hansıdır? Cümlədə. Сыграв. Görürsüz, v şəkilçisi var. Да. Звуки внезапно оборвались. Birinci nə tapırıq? Mübtəda tapırıq. Что? Звуки. İkinci feil tapırdıq. Что сделали? Nə etdilər? Оборвались. Səslər kəsilə bilər. Okey. Sonra nəyə baxırdıq? Baxırdıq feili bağlamaya. Сыграв вальс. İndi sizə sual verirəm. Səs kəsilə bilər. Bəs səs vals oynaya bilər? Всё. Mən burada səhvdir. Ay, sizin cümləniz ona görə səhv hesab olunmuş olacaq. Правильно? Deməli, məndən də bir dənə fikir verin. 24-cü sualda şərtdə deyir ki, в каких предложениях допущены ошибки. Səhv olanları istəyir də. Deməli, biri mənim düzgün variantım olaraq götürəcəm. Bir də götürəcəm düzgün variantım olaraq 4-cü cümləmizi. Deyir ki, проходя мимо забора, в доме была слышна muzika. Evdə, deməli, zaborun yanından keçərkən evdə musiqi səsi eşidilirdi. Azərbaycanca cümləmiz tamamilə düzgün görsənir. İndi gəlin baxaq görək rus dilində belə istifadə etmək olarmı? Hanı cümləmizdə olan mübtəda? Что? Muzika. Muzika была слышна. Mahnı eşidilirdi. İndi muzika может проходить мимо забора. Musiqi zaborun yanından keçə bilərmi? Təəssüf yox. Təəssüf ki, yox.
Ona görə də olmaz. Nilzə. Хорошо, 1 və 4-də səhv var. İndi gəlin baxaq görək digərlərimizdə niyə səhv yoxdur. İkinci cümləyə baxıram. Земля, сгорая от солнца лучей, высыхает. Что земля? Nə? Torpaq. Земля что делает? Высыхает. Yer quruya bilər. Ortaya baxırıq. Сгорая от солнца лучей. Yer quruyur. Yer nədən quruyur? Həmin bu günəşin şüalarından quruyur. Земля высыхает, земля сгорает. Üçüncü cümləmizə gəlin baxaq. Испугавшись крика, птицы бесследно исчезли. Кто птицы? Kim? Quşlar. Птицы что сделали? Nə etdilər? Исчезли. Исчезли, испугавшись крика. Испугавшись? Испугавшись? Qorxub. Deməli, птицы исчезли, и птицы же испугались. Və yaxud da 5-ci cümləmizdə только жаворонок вился в небе, напевая что-то веселое. Кто жаворонок? Жаворонок что делал? Вился. И жаворонок же напевал. То есть напевался. Напевал. Напевался. Напевал. Значение oxuyurdu. Ona görə 5-ci cümləmizdə düzgündür, səhv olacaq 1-ci və 4-cü cümlədə. Aydındır? Agi, понятно? Хорошо. İndi 27-yə gəlin baxaq. Та же самая тема. В каком предложении допущена ошибка? Yenə məndən səhv olanı istəyir. Baxırsınız 27-ci sualda E variantına. Bax deyir ki, свернув с дороги, перед ним раскинулся бесконечный простор. Bir dənə gəlin alqoritmimizi yadınıza salaq. Birinci nə dedik? Mübtədanı tapırdıq da. Что простор? Что такое простор? Genişlik. Bəli. Ну да, çəmənlik, açıqlıq məkana deyirlər простор. Простор что сделал? Раскинулся. İndi sizə sual verirəm. Простор может свернуть с дороги? Yolu keçə bilər həmin bu çəmənlik? Xeyr, dönə bilər? Xeyr, dönə bilməz. Ona görə E variantım da səhvdir. 28-ci sual. Укажите речевую ошибку. Agi, запомните. A variantımızda ихние deyə bir söz var. Görürsüz? İxniyə deyə bir söz sadəcə dildə istifadə olunur. Yəni ki, danışıq dilində. Грамматикада ихние deyə bir sözümüz yoxdur. Так нельзя употреблять. Хорошо? Əgər siz onun deyə istifadə etmək istəyirsinizsə, demək istəyirsə onun, deməli siz ix. Baxın ora yanına da sizə qeyd eləmişəm ki, ixniyə istifadə etmək olmaz. Bu sadəcə dildə istifadə olunur. Хорошо? Ancaq danışıqda istifadə olunur. Qrammatikada ixniyə istifadə etmək olmaz. Aydındır? Ona görə A variantında ихние проблемы они должны решить sami yox, olmalıdır. İx problemi они должны решить sami. Agi, siz bunları qeyd edirsiniz deyə ümid edirəm. Bunlar mən azı 20 dəfə qeyd eləmişəm. Onun üçün var dəxtərimdən. Молодец. Хорошо. 29, 30, 31 bunlar hamısı eyni mövzunun deməli məsələlərdir. Gəlin baxaq. Yəni bayaqki fe'li bağlama məsələsi. Deməli, свалившись в озеро. Siz mənə deyin görün, bu свалившись sözündə mənə bunun fe'li bağlama olduğunu göstərən şəkilçi hansıdır? Вши. Молодец, вши. Bəs orada olan o S məhki znak nədir? Hə? Məstər şəkli. Məstərdir. Elə məstər olur. Agi. S məhki znak mənə nəyi bildirir? Fe'li bağlamanı. İkinci şəxsdə olduğu. Agi, свалившись sonda olan S məhki znak mənim qayıdış növünü bildirmir. Hər Kvadratnik loqodur o. Hə, ay sağ ol. Hamısını saydınız mənə lazım olandan başqa. Biraz diqqətli olun. Свалившись, bəli. Siz düz deyirsiniz ki, bu məsələdə sizinlə razıyam ki, fe'li bağlama olduğunu mənə fşı bildirir. Vşı, i. Bayaqsa o şəkilçini qeyd eləmişdim. Amma S məhki znak mənə qayıdış növünü bildirir. Свалившись в озеро. Что значит свалившись в озеро? Gölə yıxılanda. Aha, yıxıldıqdan sonra keçmiş zamandır. От резкого холода я чуть не потерял сознание. Bax, düzgün variantım E olacaq. İzah edirəm niyə. Cümlədə mübtədanı tapıram. Кто? Я. Я что сделал? Потерял. Mən nə etdim? İtirdim. Hal-hazırda itirdim deyil, ya niyə потерял? Deməli, mən itirmədim, mən də yıxıldım. Deməli, nə etdik? Cümlədə mübtədanı tapdıq. Mübtədamız oldu ya. Что сделал? Не потерял. İtirmədim. Mən də gölə yıxıldım. Aydındır?
Dediyim alqoritmlə davam eləyirsiniz. 30-cu sualda. Оставшись один, я задумался о дальнейшей жизни. Mən gələcək həyatım haqqında düşündüm tək qaldıqdan sonra. Ya задумался, ya остался. Ümumiyyətlə yadda saxlayın ki, Mən tək qaldım. bəli, молодец. Mən və gələcəyim haqqında düşündüm. Gələcək həyatım haqqında düşündüm. Baxın yadda saxlayın ki, o fe'li bağlamalar var. Məsəl üçün оставшись, yuxarıda свалившись. Ümumiyyətlə fe'li bağlamanı siz cümlədə çox rahatlıqla fe'lin özünə çevirə bilərsiniz. Вот видите? Я задумался, я остался один. Я задумался о дальнейшей жизни, я же остался один. Вы буду запомните. Хорошо? Okey, хорошо. 31-ci sualımız var burada. Gəlin buna da baxaq. Bundan da məndən səhv olan formatları istəyir. Səhv olan variantları istəyir. Gəlin bir baxaq. Birinci cümləmiz var. Меня не раз охватывал смех, глядя комедию «Ревизор». Hani mənim cümlədə mübtədam? Smeh. Yox da. Yox, əslində var. Söz deyir. Что? Смех. Смех что делал? Nə edirdi? Охватывал. Правильно? İndi sizə sual verirəm. Hanı cümlədə fe'li bağlamam? Глядя. Вот, от слова глядеть, baxmaq. Sual verirəm indi sizə. Gülüş baxa bilər revizor komediyasına. Все, deməli mənim birinci cümləmdə səhv var. Хорошо? Çünki смех охватывал, okey, mənim mübtədan fe'limi icra edir, amma глядя bunu icra etmir axı. İkinciyə baxaq. Прочитав пьесу, я решил посмотреть и фильм. Bu cümləm düzgündür. Я решил, я же прочитал пьесу. Я решил посмотреть фильм. Mən filmə baxmaq qərarı gəldim. Mən də pyesanı oxudum. 3-də. Приехав из города, перед ним возникает ряд трудностей. Что ряд трудностей? Nə? Ряд трудностей на azərbaycanski как будет? Rədd trudностей. Bəli, bir sıra çətinliklər, bacım sağ olsun kömək elədi mənə. Bir sıra çətinliklər mənim qarşımda durmuşdu. İndi sual verin, bir sıra çətinliklərmi şəhərdən gələ bilər? Они могут приехать из города? Нет, deməli 3-də səhv var. 4. Войдя в кочегарку, мы почувствовали жар. Мы почувствовали, istilik hiss elədik, и мы же вошли в кочегарку. Biz də kочегаркaya girdik. 5-ci cümlədə. Собираясь в поход, на рассвете был назначен сбор. Смотрите, что сбор, toplanış, был назначен, təyin olunmuşdu. İndi sizə sual verirəm ki, bu sbor nə idi? Только что сказала, забыла. Сбор. Toplanış toplana bilər? То есть сбор собираться в поход не может. 5-də səhvdir. Получив сведения о противнике, командир повеселел. Командир что сделал? Повеселел. Командир же получил сведения. Ona görə mənim cümləm düzgün hesab olunur. Deməli səhv burada var. 3-cü cümlədə var, 5-ci cümlədə və 1-ci cümlədə. 1, 3, 5 variant D. Aydındırmı? Понятно? Вопросы какие-то есть? Все, хорошо. Deməli burada 32-ci sualı saxlayıram. O sualı dönüş eləyəcəm. Mövzunu belə bir neçə dəfə eyni şeyi izah etməyim deyə. Gəlirəm məsəl üçün 33-cü suala. 33-cü sualda da məndən nitq səhvi tələb olunur. Amma məsəl üçün bu vaxta qədər olan nitq səhvlərimiz tutan, bu zamana qədər sizə izah elədim. Nəyi izah elədim? Orada dedim deməli, заклятый друг, заклятый враг, закадычный друг dedim. Bu söz birləşmələrini yadda saxlayın. Daha sonra fe'li bağlama ilə olan məsələmiz var idi. Onu dedim yadda saxlayıq. İndi də gəlirəm 33-də olan pleonazm. Kimin yadında da что такое pleonazm? Nədir pleonazm? Mən izah eləmişdim sizə. Agi, что такое pleonazm? Yadımızda deyil. Ona görə yadımıza salıram. Свободная вакансия məsələsi var idi, помните? Свободная вакансiyada səhv olan nədir? Aha, sabahımız xeyir. Неожиданный сюрприз. Aha, ay, молодец, неожиданный sürpriz, например, правильно? Bax, vakansiya sözünün özündə boş iş yeri açıqlaması artıq var. Düzdür? Mən götürürəm bir də qabağında свободный sözü istifadə edirəm. Və yaxud da неожиданный sürpriz. Sürpriz özü artıq gözlənilmədən baş verən nəsə olur. Biz götürürük qabağına bir dənə неожиданный istifadə edirik. Bax, pleonazm budur.
Məna olaraq sözlərin elə bil ki, bir-biri ilə uzlaşmamasını deyim və yaxud da çoxluq təşkil etməsini mi deyim. Вот B вариантında художник создал несколько своих автопортретов. Что такое автопортрет? Mənim portretimdir. Bir dənə də götürmüşəm, qabağıma qoymuşam svой. Və yaxud da мой автопортрет, свой автопортрет yadda saxlayın. İkisi də səhvdir. Çünki автопортрет artıq mənim olan bir şeydir. Aydındır? Mənim o qədər bunun üzərində işləməliyik ki, biz baxan kimi görək. Da. Siz deyəndə bilirik. Все, я понимаю. Çətin gəlir. İndi baxıram. Bilirsiniz nə? Hə. Onu axan, mən deməyə bilmirəm, sualı. Bunu belə işlətmişik. Problem ondan ibarətdir ki, yəni Rusda işlədik, bizdə işlətmişik, ona görə biz bunda səhv tapa bilmirik. İşə Güya ki, svoy автопортрет deyən yoxdur ki. Güya ki, Rusda şey eləyəndə, u nas ne svobodni vakansiya deyən yoxdur ki. Məsələ də odur da. Ana, дело в том, что elə ona görə bu mövzunun adı nitq səhvidir ki, düzdür, bu dildə belə istifadə olunur. Amma bax mövzu adı elə sənə onu deyir ki, istifadə olunur, amma istifadəsi səhvdir. Məsələn, sənədən məsəl üçün izah eləyirəm fe'li bağlama məsələsini. Ay, hansı rus dil sektorundan danışırsan, ümumiyyətlə rus dilini bilən kimdən danışırsansa, hamı fe'li bağlamanın istifadəsində o səhvi buraxır. Lakin bu o demək deyil ki, bu dildə belə istifadə olunursa qrammatikada düzgündür. Bir də belə bir məsələmiz var ki, bu mövzunun çətinliyi ondadır ki, okey, mən sizə burada bunu izah elədim. Sizin qabağınızda imtahanda mən sizə burada svoy avtoportret yazmışamsa, bu demək deyil ki, sizin qabağınızda da imtahanda svoy avtoportret düşəcək. Bunu mən sadəcə sizə yol olaraq göstərirəm ki, bax qabağına bu çıxsa burada belə bir şey ola bilər. Baxın, məsəl üçün 34-cü sual var. Укажите речевую ошибку. Baxın, mən orada Y variantını götürmüşəm. Ümumiyyətlə aranızda kimsə başa düşüb mən niyə orada Y variantını götürmüşəm? Hə, Citation. Что такое настежь? Bax, sözün tərcüməsindən baxsaydınız, amma tapa bilərdiniz. Настежь это belə полностью. Вот məsəl üçün qapını açıram, tam şəkildə açıram. Və настежь tam şəkildə nə isə açmaq deməkdir. Qabağında fe'l istifadə etmişik, приоткрыть. Həmin bu приоткрыть sözündə olan pri şəkilçisi, qabağındakı o pri şəkilçisi ümumiyyətlə prosesin yarımçıq görüldüyünü göstərir. Bax, məsəl üçün izah edirəm. Yazacağam indi, bir dənə səbirli olun. Orada qeyd olunub. Приоткрыть настежь. Правильно? Baxın, bu приоткрыть sözündə olan bu pri, bax bu pri mənə ümumiyyətlə fe'llərin içərisində olan mənalarından biri hər hansısa bir hərəkəti yarımçıq şəkildə görməkdir. Bax, məsəl üçün, biri var открыть, открыть. Tam şəkildə açmaq. Biri var приоткрыть, biraz açmaq. Məsələn, deyirəm ki, приоткрой окно, пожалуйста. Yəni qapını biraz aç. Və yaxud da присесть, например. Что такое присесть? Biri var sən tam oturursan. Bir də var ki, məsələn, yarımçıq oturursan. Və yaxud da başqa nə var? Приоткрыть, присесть. В общем, hər bir prosesin yarımçıq görüldüyünü göstərir. Mənim lövhəmi niyə silirsiniz? Ay, nə işiniz var mənim lövhəmlə? Və yazıram приоткрыть. İndi sizə sual verirəm. Настежь это полностью открыть, приоткрыть da yarımçıq açmaqdır. Bu iki söz bir-biri ilə düzgündür sizcə uzlaşmağı? Xeyr. Mən bunu yazmalıydım. Открыть. Настежь. Всё. Понятно? Bu qədər. Хорошо. Вот bunda məsəl üçün problem var. Məsəl üçün və yaxud da ondan sonra gələn bir durumumuz var. İndi testdə də göstərəcəm. Testdə olmasa da sizə indi deyim. Gəlin göstərin. Nasıl случай. Kaşki, да. Məsələn 34-də dedi ki, Y səhvdir. 35. Укажите речевую ошибку. Bax, orada da mən sizin üçün Y variantı qeyd eləmişəm. Yazmışam облокотиться спиной. Что такое облокотиться? Söykənmək. Nəyinə söykənirik biz? Da Spina это что? Bəli, bellə. Bax, облокотиться artıq bellə söykənməkdir. Mən niyə bir dənə də spinoy sözünü istifadə edirəm ki orada? Всё, bu Y variantım ona görə. Bu da pleonazmdır əslində. Amma 36-nı sizə izah eləmişdim. Demişdim sizə ki, bəli, оплатил за olmaz. Оплатить
можно проезд, заплатить можно за проезд. Правильно? Все, да, я da demişdim. Da, bəli, запомните. Заплатить özündən sonra mütləq za tələb eləyir, оплатить özündən sonra heç nə tələb etmir. Оплатить за проезд səhvdir. Хорошо? Sonra bu 36-cı sualda C variantına baxın zəhmət olmasa. Hə? Adet boynu. Aha, adət, nadət. Nə idi bunların fərqi? Biri giyinirsən, biri öz əyni. Biri giyindirirsən, biri şey eləyirsən, öz əyni. Да, инде бах, например, надеть можно что-то, правильно? Например, надеть пальто, надеть шапку, а вот одеть можно кого-то. İndi одеть больного, xəstəni geyindirə bilərik də, düzdür? Ona görə bax düzdür. Tutalım burada olsaydı nadetь больного, bu səhvdir. Bax, bu tip şeylər var. Tutalım ki, bax C variantı, D variantı. Görürsünüz, bu uje qrammatikada oturmuş bir məsələdir. Bunu sizə dedim, bunu yadda saxlamalısınız. Və yaxud da yuxarıda izah etdiyim feili bağlama ilə olan durum bu uje oturmuş bir qrammatikadır. Amma tutalım deyirəm ki, 33-dür, 34-dür, 35-dir. Bu tamamilə sözlərin mənasıdır. Burada mən təəssüf ki, sizə ancaq yön verə bilərəm ki, bax burada səhv ola bilər, burada səhv ola bilər. Başqa çox təəssüf ki, deyə biləcəyim bir şey yoxdur. İndi buradan o mövzuya aid olmayan bir də burada var 44-cü sualımız. Bir də оплатить bir də deyində. Deyim quzum. Заплатить за проезд. Заплатить özündən sonra za tələb eləyir. Оплатить-dən sonra heç nə gəlməli deyil. Yəni ki, orada bir предлог olmalı deyil. Заплатить можно oldu. Всё. Оплатить. Necə deyim? Orada x yazmışam. Heç nə olmalı deyil. Bir də 44. 44-ü də izah edeyim. Digərləri ona oxşar mövzudur. С какими слов можно употребить прилагательный ветряной? Bir də 45-də ветреный var. Bax bu nə sualdır? Ветреный, ветряной. Это какая тема? Паронимы. Ветряной может быть двигатель, а ветреный может быть день, küləkli gün. Правильно? Bu məsəl üçün görürsünüz tamamilə paronimdir. Paronim də mən sizə vermişəm, onu da öyrənmək lazımdır. Хорошо? Всё. Başlayıram 60-cı sualdan. Əslində 60-cı tip sual bizə artıq tanış olan bir sual modellərindəndir. Hansı mövzudur? 60, 61. Какая это тема? Paronim. Paronim. Bəli, dediyimiz paronim suallarıdır. 60-cı sualda B variantında səhv seçilmə var. Digərlərinə baxarsınız zəhmət olmasa. B variantında уехать отдыхать можно в здравницу. Здравница bu bildiyimiz вот этот, məsəl üçün, nə bilim, любое там, где лечится, da? Məsəl üçün naftalan tutalım ki, bəli, naftalan məsəl üçün. Это здравница. Hara ki biz sizinlə müalicə almağa gedirik. Da, sağalmaq üçün. А вот что такое здравица? Здравица это тост. Kimsə məsəl üçün durur bir тост deyir, такой торжественный тост, длинный торжественный тост. Вот это здравица. Уехать отдыхать можно в здравницу. İkinci sözümüz seçilməli idi orada. 61-də isə C variantında səhv var, потому что если речь идет о характере человека, то характер у нас бывает скрытный. Orada mütləq n şəkilçisi olmalıdır sözdə. Как вы понимаете скрытный характер? Что такое скрытный характер? Gizli, özünə qapalıq. Вот скрытый, bəli, скрытый bu bildiyimiz gizlidir. Например, скрытый враг, gizli düşmən. A вот söhbət insandan və yaxud da insan xarakterindən gedirsə, это скрытный. Хорошо? Так, C variantı aydındır bizə. Agi, понятно? Siz indi mənə deyin görüm, A variantında заразительный var, bir də заразный var. Болезнь, она заразная. Bəs заразительный nədir? Tərcüməsi nədir заразительный? Yoluxduran. Yox, yoluxucu. Bax, yoluxucu заразная как раз. То, что инфекция olan, вот болезнь заразная, söhbət infeksiyadan gedirsə, bəs заразительный nədir? Keçici. Da, keçici. Nigar dedi, səhv etmirəmsə, bəli, keçici deməkdir. Bax, məsəl üçün oturmuşuq hər hansısa bir ortamda kimisə gülmək tutur və o gülmək bizə də keçir. Daha çox mücərrəd isimlərlə istifadə olunur da. Biri var infeksiya keçir, o olacaq zarazная, amma bir də var ki, məsəl üçün yaxşı əhval-ruhiyyəmi keçir və yaxud da nə bilim gülüş keçirsə, bu tip şeylər ana заразительная. Смех заразительный, настроение заразительное, вот болезнь она заразная. B variantında искусственный, искусственный düşünürəm ki, əzbər bilirik hamımız. Искусственный, süni, искусственный, bacarıqlı, şolk, искусственный, kostный, kostный. Raznica.
biri sümükdən əmələ gəlmiş, material mənasında da, biri isə Aha. sümükdə. Sümük Bu дело в mənasında. том, что костный ikinci qeyd olunan sözümüz sümüyə aid olan. Вот костный туберкулез xəstəlikdir. Sümüyə aid olan xəstəlikdir. A вот костный взгляд, kostный qarışdırırsınız digər sözlə. Kostный взгляд bu geridə qalmış, отсталый. Sənin dediyin anar o material olacaq костяной. O sözdə hansı şəkilçi var mənə onu göstərən? O yan, an, yan mənə material göstərirdi. Костяной, глиняный. Помните? Yadda salın. Да. В Е вариантында da эффектный, эффективный, эффектная. У нас может быть, например, женщина, эффектная может быть, например, выступление, а вот эффективное это то, что имеет хороший результат. Да, nəticəsi olan o belə. Хорошо. 66 Agi, 66 da bir paronim sualıdır. B variantında гончий var, bir de гоночный var. Запомните, автомобиль гоночный. А гончий, например, пёс. Biri var ki bu вот гонка как будет на азербайджанском гонка? Yarış. Yarış, bəli. Ay, təşəkkür. Biri var ki, yarış üçün nəzərdə tutulmuş. Например, гоночный автомобиль yarış üçün nəzərdə tutulmuş. А вот пёс, собака, она у нас гончая. Гончий пёс, гончая собака. Хорошо, запомните. Yadda saxlayın. Yaxşı. 67 heç. 68-i izah etmək istəyirəm sizə. 67 bizə düşə Səsləri. Səsi bağlamaqla. Da. İndi gəlin bir dənə bu 67-ni sizə izah eləyim. Kariye glaza orada problem nə idi? Bəli, kariye sözümüz ancaq glaza ilə istifadə. Bəli. Il, например. Deməli, birinci dedik ki, uzlaşmada səhv ola bilər qrammatik olaraq, say ismin uzlaşmasında, sifət ismin uzlaşmasında, daha sonra məna olaraq təbii ki, sözləri bir-biri ilə uzlaşmalıdır. Üçüncü, pleonazm. Nə idi o? Çoxluq təşkil edirdi mənası. Vakansiya, tam, я не знаю, nəyə baxdıq biz orada başqa? В общем, bu tip sözlər harda ki, bu məna çoxluğu var. Daha sonra оплатить проезд, заплатить за проезд dedik, bunu yadda saxlamalıyıq. Одеть geyindirmək, надеть geyinmək. Одеть больного, надеть пальто dedik, bunu yadda saxlayaq. Feili bağlamanın uzlaşması ola bilər. İndi isə sizə növbəti bir nitq səhvini də izah edirəm. Запомните, что это такое. Baxın. Deməli, Azərbaycan dilində əslində bizim bu mövzumuz var. Sifətin dərəcələri ilə bağlı olan bir mövzu. Вот, например, смотрите. Mən sizin üçün belə bir söz yazıram. Вот слово смелый. Что значит смелый? Cəsur. Правильно? Bildiyimiz cəsur. Deməli, mən bu sözdən yarada bilərəm bunun dərəcələrini. İndi mən bu sözdən hər dərəcəni yaradacağam və sizə göstərəcəm ki, bu dərəcələr hansı şəkilçi ilə yaranır və siz bura nəyə diqqət yetirməlisiniz. Вот есть смелый, qarşınıza çıxa bilər смелее. Вот смелее sözündə olan bu ye bizə müqayisə dərəcəsini göstərir. Yəni смелее tərcümə olunacaq daha cəsur. Daha cəsur. Bu daha cəsur bizim qarşımıza bir смелее olaraq çıxa bilər. Bir də çıxa bilər более смелый. Fikir verirsiniz, baxın, xahiş edirəm. Yeni bura atırıq. Burada həmin o ye yoxdur. Fikir verirsiniz, sizin qarşınıza əgər çıxsa boleye, bir dənə də üstünə smileye. Səhvdir. Ay, sağda. Belə istifadə eləmək olmaz. Ya istifadə eləməlisən smileye. Çünki smileye sözündə уже dərəcə var. Хорошо. Более смелее deyə bilməzsiniz. Более смелый. Всё. Və yaxud da tutalım ki, menее, daha az. Bax, более смелый daha çox cəsur. Menее смелый daha az cəsur. Meniedən sonra da fe'l gəlməlidir. Daha doğrusu sifət gəlməlidir təmiz formada. Bax, fikir verin. Ye, burada olan ıy. İndi yadda saxlayın. Əgər bu da sizin qarşınıza belə çıxsa, menее, smелее. Bu da olmaz. Səhvdir.
Yaxşı. Deməli nə yadda saxlamalısınız ki, более və menее. Bundan sonra gəlməlidir. Necə forma? Təmiz forma. Təmiz forma deyəndə də mən nəyi nəzərdə tuturam? Yəni ki, bəli, ilkin forması смелый, смелая, смелое. Aydındır? Yəni ki, siz cinsini dəyişə bilərsiniz, amma dərəcə formasında istifadə etmək olmaz. Bunu qoy belə yazım, təmiz forma. Yəni ki, heç bir şəkilçi olmalı deyil orada. Yaxşı? Yəni ki, siz o sözü hallandıra bilərsiniz, cinsini dəyişə bilərsiniz, lakin iki dənə dərəcə formasını yan-yana istifadə etmək olmaz. Aydındır? Понятно? Запомнили? Хорошо? Agi, bir də bizim gəlin bir dənə bu смелый sözü ilə bitirim. Хорошо, hər şey yadımızda qalsın. За что мы с вами сказали? Deməli, смелый sözünü yazdıq sizinlə. Смелый dedik. Bunun formaları olaraq qarşımıza nə çıxa bilər? Смелее, ее. Daha sonra nə ola bilərdi? Более смелый. Правильно? Bir də nə yazmışdıq sizinlə? Менее смелый. Bu, baxın, Agi. Более, менее. Başqa sözlərdə istifadə eləmək olar da. Yox, например, красивый, красивее. Красивые, более красивый, менее красивый. İstifadə edə bilərsən, конечно. Menее красивый. Oy, sən красивый dedin, красивый yazıram. Смелый. Deməli, yadda saxlayın. Bu olur mənim müqayisə dərəcəm. Вот смелее, более смелый, менее смелый. Bu olur mənim müqayisə dərəcəm. Хорошо? Deməli, siz burada nələri görə bilərsiniz müqayisə dərəcəsində? Ее, более, menее sözlərini bəzi sözlərdə, məsəl üçün, elə mənə o testdə verilən sözlərdən biri. Например, давайте возьмем слово крутой. Что такое крутой? Biri var danışıq dilində, крутой, хороший. Bir də var крутой, məsəl üçün deyirəm ki, крутой поворот, sərt döngə. Aydındır? Bir də bu mənada biri var. Или, например, что такое может быть? Крутой берег, например. Как вы понимаете крутой берег? Крутой берег как переводится на азербайджанский дословно? Bəli, belə də düz, sərt, bəli. Крутой sözü məsəl üçün olacaq круче. Круче. Burada mənim sufiksim olacaq е. Хорошо? Запомните. Deməli, müqayisə dərəcəmdə bu sözləri, bu şəkilçiləri yadda saxlamalısınız. Хорошо? Nitq səhvi olaraq da qarşımıza nə çıxa bilər? Более смелый, менее смелый. Düzgün variantı. Səhv olar более смелее, менее смелее. Aydındır? Nəsə sualınız var? Konkret bunun şəkilçisi var. Nəyin şəkilçisi? Konkret müqayisə dərəcəsinin şəkilçisi. Yazdım da sizə. Ye. Aha. Более sözlər olaraq. Более, менее bunlar da. Başa düşdüm. Более, менее. Bir də çox nadir hallarda burada ş də ola bilər. Например, лучше. Хорошо? Всё. Bax bu indi tutalım. Bax sual verirəm sənə. Burada более. Da. Aha. Bax burada более sözü var. İndi testdə də göstərəcəm sizə. Более круче deyə bilərəm. Yox. Deyə bilmərəm. Niyə? Çünki круче. Çünki orijinal formasını demək lazım. Bəli, çünki круче artıq bir dərəcədir. Daha sərt. Bəli. Daha düz. Niyə mən bir də более istifadə edirəm ki? Хорошо? Aydındır? Bu olur mənim və bura qədər deməli ye, ş, более, menее. Nitq səhvi olaraq nəyi yadda saxlamaq ki, более, menее özündən sonra təmiz forma tələb eləyir. Yəni iki dənə necə deyim, dərəcəni birlikdə istifadə edə bilməzsiniz, səhv hesab olunacaq. Bir də bu şəkilçiləri də yadda saxlayırsınız. Bu oldu müqayisə dərəcəsi. Bir də gəlirəm indi, müqayisə dərəcəsi var, bir də var üstünlük dərəcəsi. Üstünlük dərəcəsi isə есть, например, красивейший. Üstünlük dərəcəsi nə deməkdir? Ən gözəl. Красивейший. Nə deməkdir красивейший? Ən gözəl. Yeş ola bilər və yaxud da ayş ola bilər şəkilçi olaraq. Sözlər olaraq na, i, boleye,
naimeneye və samый. Bunlardan sonra da yeş və ayş olan sözlər gələ bilməz. Yəni ki, bayaq более красивее, более смелее deyə bilməzdik. İndi də наиболее красивейший deyə bilməzsiniz. Самый красивейший deyə bilməzsiniz. Bu gələ bilməz. Bundan sonra da mütləq gəlməli təmiz forma. Məsəl üçün nə gələ bilər sizcə? Наиболее nə deyə bilərəm? Красивый, красивая, красивое və yaxud da hallandıra bilərsiniz наиболее красивого. Yəni ki, 2 dərəcə yan yana gələ bilməz. Хорошо, понятно? Və indi nə yada saxlamalısınız buradan da? Ki, bizim elə sözlərimiz var ki, onlar kökdən dəyişir. Məsəl üçün, tutalım ki, var bizim плохой sözümüz. Хорошо, bu olacaq худший. Плохой, худший. Zərf olaraq da olacaq хуже. Хорошо? Вот худший, хуже. İkisi də pis deməkdir, daha pis. Daha belə deyək. Bu sifətdir, bu zərfdir. Хорошо? Или, например, nə var orada başqa? Хороший. Çox deyil belə sözlərin sayı. Хороший. Лучший. Ой, sorry. Хороший. Лучший. Лучше. Bu sifətdir. İndi məsəl üçün tutalım deyirəm. Qarşınıza çıxsa более лучше. Düzdür? Более хороший. Более лучше düzdür? Xeyr deyil. Çünki bu uca dərəcədir. Более лучший olmaz. Более худший olmaz. Более плохой. Самый худший deyə bilirəm. Xeyr, самый плохой. Хорошо? Всё, в общем, ümumi olaraq nəyə də saxlamalısınız? Более, менее, наиболее, наименее, самый. Buradan mütləq sizə bu sözlərdən sonra istifadə olunmalıdır. Mütləq təmiz forma. Хорошо? Yəni ki, şəkilçi ilə olan formanın istifadəsini görsəz səhvdir. Хорошо? İndi gəlin bir dənə o sualımıza dönək. 68-ci suala indi gəlin baxaq. Y variantında. Baxın, səhv var. Здесь берег более круче deyə bilərəm. Xeyr. Здесь берег более крутой, чем на той стороне. Хорошо? Bax, görürsünüz, более круче olmaz. Более крутой olmalıdır. Хорошо, понятно? İndi deyirəm ki, yadınızda qaldı. 69-cu suala gəlirəm. 69 da əslində izah elədiyim mövzulardan biridir. Hətta soyuz keçəndə də sizə xatırlatmışdım. Помните, благодаря, из-за, благодаря тому, что və из-за того, что. Bunları hansı cümlələrdə istifadə edirik? Nə olmalıdır cümlədə ki, mən благодаря istifadə edeyim və yaxud da благодаря тому, что istifadə edeyim? Nə olmalıdır cümlədə? Səbəb olmalı deyildi, şərt ümumiyyətlə. Səbəb yox. Şərt tamamı. Məsəl üçün, deyə bilərdim благодаря плохой погоде. Mütləq mən sizə gərək talkaç eləyim ki, sizin yadınıza düşsün. Ancaq pozitiv. Aysa, ancaq pozitiv. İnşallah ki, ancaq pozitiv. Siz amma pozitiv deyilsiniz. Mənim suallarıma cavab vermirsiniz. Get çatırlı mənimlə fikirləşənə ki, bax. İndi görsə özüm demədim, daha özünüz dediniz. 69-da bir dənə Y variantına baxın, zəhmət olmasa. Deyir ki, благодаря затянувшимся дождям урожай в этом году был собран небольшой. Deyir ki, uzun çəkən yağışların sayəsində biz bu il, deməli, məhsulu az yığdıq. Deyə bilərəm belə. Xeyr. Deməliyəm necə? İzza затянувшихся дождей və izza olmalıdır orada. İzza olmalıdır. Çünki göstərdiyiniz səbəb neqativ səbəbdir. Хорошо? Всё. Bu qədər sadə. Bax, məsəl üçün D variantında из-за ненастной погоды все окна в большом доме были закрыты. İki pis havaya görə bütün pəncərələr bağlı idi. Хорошо? İndi bir dənə bir məsələ var burada. Y variantının niyə səhv olduğu aydındır sizə. Точно. İndi baxın, bu A variantında sözün altından xətt çəkmişəm, vidu. Vallah deyirəm. Hə, orada vidu var. Bu da video o bayaq dediyiniz kimi
Bax, İlk kimi işlənən sözdür. Bu- İzaya uyğundur da. Agi yo. Bu vidu da. Вы запомните, vidu burada yanına yazmışam. Из-за, по причине, bir də вследствие. Gördünüz? Baxın, yanında saxlayın. Vidu. И из-за, по причине, вследствие. Запомните, пожалуйста, bunlar sinonim olan предлог. Yəni ki, как его, söz önlüdürlər. Məsəl üçün, hamısı nəyəsə görə. Bax, ввиду наступающих сильных холодов, из-за наступающих сильных холодов, по причине наступающих сильных холодов, вследствие наступающих сильных холодов. Hamısı görə deyə tərcümə olunur. Ввиду, из-за, по причине, вследствие. Hamısı sinonimdir. Hətta burada C variantında в результате sözümüz var. Görürsüz? В результате этих постоянных встреч. Hamısı səbəb göstərən söz önləridir. Bunları qeyd edirsiniz özünüzdə. Təkrarlayıram. Ввиду, из-за, по причине, вследствие, bir də в результате. Xahiş edirəm, hamısı sinonim, предлог və hamısı görə deyə tərcümə olunur. Благодаря ilə fərqində, из-за ilə благодаря fərqində izah elədim. İzzanı istifadə edirsiniz negativ cümlələrdə, благодаря istifadə olunur pozitiv cümlələrdə. Хорошо? Eyni səbəblə də 70-ci suala baxın zəhmət olmasa. A variantı Bunların tərcüməsi nədir? görə. İzza, po причине, Görə, hamısı görə, amma səbəbdə səbəb görə. İndi 70-ci suala baxın. Ошибка в употреблении предлогов. A variantında благодаря плохой погоде deyə bilmərik. Nə deməliyik? Из-за плохой pогоды. İzza, plохой Да, pогоды. все. A variantımızda buna görə səhvdir. Хорошо? Bir dənə burada B variantında var. Несмотря на. Bu несмотря ilə bağlı keçən dəfə soyuz izah eləyəndə sizə bir şey başa salmışdım. Nə idi? Kim xatırlayır? Кто помнит? Deməli, baxın, bu несмотря на qeyd olunub. Bayaqda saxlayın. Несмотря на это предлог. Tərcüməsi baxmayaraq. Amma siz bunu əgər soyuz, yəni bağlayıcı olaraq istifadə etmək istəyirsə, orada mütləq 4 dənə sözdən ibarət olmalıdır. Несмотря на то, что. Yadınızdadır? Sinonimi nə idi? Несмотря на то, что. Хотя. Молодец, хотя бы. Хорошо. sinonim. Да, правильно. Хорошо. Nə tip cümlələrdə istifadə edirdim? Sxem yazmışdım sizə. Plus-minus. Yadınızdadır? Plus minus cümlə хотя. Bəli, paradoks olmalı idi orada cümlələrdə. Normalda bu belə olmalı deyildi, amma belədir. Например, я не выучила новые слова. Несмотря на то, что я не выучила новые слова, получила 5. Normalda sözləri öyrənməmişəmsə əgər 5 almalı deyildi, amma normalda deyildi, amma aldım. Хорошо? Отлично. İmtahana yaxşı hazırlaşmamışdım, amma yaxşı nəticə. Да. Вот. Yəni ki, bir-birinə paradoks cümlə olmalıdır. Хорошо. Bu da bir dənə də burada bir məsələ qaldı. Onu da istəyirəm, gördüm yadınıza salım. Keçən dəfə sizə 3 dənə söz dedim. Скучать, грустить, тосковать. Nə mövzusuna aid idi? Agi. Bu 3 sözü nəyə görə dedim? Hansı predloqla istifadə olunurdular? Bəli, müəllimə dediniz, po tələb edir özünə. Молодец. Değil mi? Bəli. 65-ci sualı görürsüz. Ay, üstünə xətt çəkmişəm. Düzdür o sualın. O sizə o baxımdan lazım deyil əslində. Baxın. 65-ci sualda B variantımız var. Zimой он очень тосковал. Görürsüz, тосковал sonra nə gəlib? Po южному. По Южному морю. Yaxşı. Скучать, грустить, тосковать. По вам, по нам, yoxsa по вас, по нас? Hansı düzdür? Нет, по вас, по нас. Pavasla istifadə Bəli, s olmalıdır. По вам, по нам və yaxud da за мной, за вас. Çox tez eşidirəm. Heç hamısı səhvdir. Düzgün formamız скучать, грустить, тосковать po ilə istifadə olunmalıdır. Обязательно, хорошо? Və как его? Əgər yəni ki, sizin üçün mənasında demək istəyirsə və yaxud da bizim üçün demək istəyirsə, по вас, по нас. Хорошо? Запомнили? Bəli. Все, хорошо. Значит, 139, 39 суал. В каком предложении? Да, вместо слова абонент нужно употребить абонемент. Абонент
Bu bildiyimiz kimdir abonent? Bu insandır. İstifadəçi. İstifadəçi. Правильно? А вот абонемент üzvlükdür. Gəlin bir dənə A variantımıza baxaq. Каждому участнику конкурса юных скрипачей вручили абонент. Вручить nə deməkdir? Vermək, təhvil vermək də, nə bilim, təqdim etmək. Biz abonenti təqdim edə bilərik, verə bilərik. Xeyr, biz nə verə bilərik? Abonement verə bilərik, üzvlük kartı verə bilərik. Da, вот видите, ona görə A variantım səhvdir orada. Вручить абонемент. Вот 42-ci sualda, 41-ci sualda вместо слова болотистый, болотный. Болотистый sözündə nə var? İst var. İst nəyi bildirir mənə? Çoxluğu bildirir, правильно? Da, baxın. D variant. А безболотный nə idi? Nə deməkdir ümumiyyətlə болотный? Что такое болотный? Это либо цвет, да, правильно? Болотный цвет, например. İndi D variantına baxın görün. Я спугнул большую болотистую сову. Болотистая может быть какая-то местность, hər hansısa bir yer. Məsəl üçün baxın A variantında. Болотистая низина, болотистая степь, nə bilim, болотистая долина, болотистая местность. Hamısı nəsə məkan bildirir, nəsə yer bildirir. А вот болотистая сова нет. Bolotnaya sava əgər rəng olaraq onu bildirirəmsə. Aydındır? Agi. 42. Длинный, длительный. Длинный demişdim. Bildiyim uzun deyə tərcümə olunur. Короткий sözün antonimi olaraq götürürdük. Короткое платье, антоним длинное платье. А вот длительный bu uzun müddətli deməkdir. Bir dənə Y variantımıza baxın. Как можно сказать, получает длинный отпуск? Отпуск бывает длительным, а не длинным. Uzun müddətli məzuniyyət hamınıza qismət olsun, mən də sizin içinizdə. Вот понимаете? Понятно? Хорошо? Все. Bu da belə. Görürük ekranı. Görürük. Aha, все. Теперь 155-ə baxırıq. Нет ошибок. Səhv olmayanı istəyir məndən. Bax, 5 futbolistов. 5 topluluq bildirən sayılarımızdır. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Və bu sayılardan sonra nə istifadə etmək olmaz? İstifadə etmək olmaz. Qadın cinsi orta cins, amma kişi cinsinə aid olanları istifadə edə bilərik. 5 futbolistов düzdür. 2-də обоих подруг olmaz. Olmalıydı обеих подруг. Обе подруги, обеих подруг. 3-də bayaq dedim, самый красивейший. Bəli, bəli. Самый красивейший dedik ki, olmaz. Nə demişdik? Demişdim təmiz forma götürmək lazımdır. Самый красивый peyzaj. Bəli. Более красиво. Burada heç bir səhv yoxdur. Более красиво zərfdir. Cinsini dəyişə biləcəm, şəkilçin yox. Bəli. Уехал на Урал, bu da düzgündür. Demişdim, Ural, Qafqazna ilə istifadə olunur. Demişdim? Bəli. 56. Ошибки допущены. Harda səhv var. Baxın, ведущий lider. İndi siz mən deyə görüm. Кто такой lider? Rəhbər, idarəçi. Bəli, öndə gedən. Ведущий lider ola bilməz. Çünki lider onsuz da qabaqda gedən, öndə gedəndir. Bir dənə də niyə qabağına ведущий qoymuşam? Olmaz. Bir də 5-cidə bu sözü zəhmət olmasa qeyd eləyin, xahiş edirəm. Оказать впечатление нельзя. Оказать можно вред. Pislik edə. Вот смотрите, оказать вред, произвести впечатление. Təəssürat bağışlamaqdır. Произвести впечатление. Amma оказать sözü ilə istifadə olunur помощь. Оказать помощь. Нанести вред, произвести впечатление. Təkrarlayıram. Оказать помощь. Оказать помощь. Произвести впечатление. Təəssürat yaratmaq. Bir dənə dedim, что еще сказала? И нанести вред или ущерб. Вред, ущерб. Sonuncu nə idi? Нанести вред və yaxud da... Да, давайте еще раз. Оказать помощь. Kömək etmək, kömək göstərmək. Произвести впечатление. O sözü bura qeyd eləmişəm. Təəssürat yaratmaq. Və son olaraq нанести ущерб və yaxud da нанести вред. Ziyan eləmək də, ziyan necə, ziyan vermək, bəli, təşəkkür edirəm. Bundan sonra sən yanımda duracağam. Хорошо? Ребят, понятно? Agi, понятно? Хорошо. Ümid edirəm ki, qeyd eləyə bildik. Gələm 57. Впервые познакомиться. Познакомиться, что такое познакомиться? Tanış olmaq. 2 dəfə tanış ola bilirəm mən. Birliyə ilk dəfə olur. Ay, sağ ol. O gün bir tələbəm romantikləşdirib ki, müəllimə, biz bəzi insanlarla 2 dəfə tanış ola bilirik. Deyirəm, xahiş edirəm, romantikavı qoy kənara. Mənə tənə romantikan lazım deyil. Впервые познакомиться. Siz insanlarla bir dəfə tanış olursunuz. 2-3 dəfə tanış ola bilmirsiniz. Поэтому 1 səhvdir. Bir də 4 səhvdir.
Mənə bir niyə səs ki? Ay sənin. 2 dəfə bir insanla tanış ola bilərsən. Hayır, orada первый deyir axı yəni. Познакомиться ayrı, первый ayrı işləməlidir, hə? Ümumiyyətlə, впервые познакомиться, birinci dəfə tanış olmaq. Elə tanış olmaqda da bu birinci nə? Həm də ikinci dəfə tanış ola bilmirsən də bir adamla. Bir dəfə tanış oldun, qurtardı, getdi. İkinci dəfə tanış ola bilmirsən. Ona görə olmaz. Bir də 4 demişdim ki, своя avtobiografiya da olmaz. Olmaz. Avtobiografiya своя demək. Bəli, хорошо. 159-a gəlirəm. Описать можно охоту. Ortada olan pro ehtiyac yoxdur. Описать охоту. Охота ovu təsvir etmək. Ov haqqında təsvir etmək deyə bilmirsən. Pro об haqqında deyə tərcümə olunur. Описать heç nə tələb eləmir özündən sonra. Описать можно охоту. Про охоту olmaz. Bir də делиться о своих сомнениях. Yox, делиться своими сомнениями olmalıydı. O своих istifadə ola bilməz. Bir də 5-də niyə из улицы olmaz? Çünki я иду на улицу, значит я возвращаюсь с улицы. Прийти с улицы olmalıydı. Bəli, eyni tipdə 160-da var. Приехать с Москвы yox, nə olmalıydı? Приехать из Москвы. Да. Дальше заботиться о них düzdür. Уехать под вечер проблем yoxdur. Задуматься о поездке. Запомните. Про поездку yox. Задуматься можно о поездке. Хорошо, про yox. Неуверенность к себе yox. Неуверенность в себе. Özümə olan inamsızlıq. V olmalıdır orada mütləq. Хорошо? Yadda saxlayın. Və pойти на почту, bu da düzdür, çünki poçt demişdim, nəsə əvvəllər açıq məkan olub deyə hələ də na ilə istifadə olunma forması qalıb. Хорошо? Понятно? Всё. Bir də gəlirəm son olaraq 61-ə. Укажите предложение с речевой ошибкой. 2-yə gəlin bir dənə baxaq və siz mənə deyin görüm, niyə olmaz молодая rejissor? Молодая rejissor. Молодой режиссер. Женский. Да, bir ondan başlayaq ki, rejissor sözü это значит профессия. Və biz demişdik bütün professiyalar da ay молодец. Ona görə də молодой rejissor olmalı. Ay молодец. Hətta fikir verin, orada demişdim familiyaya baxırdıq, Mamedova, проводила. Bax, familiya da mənə qadın cinsi olduğunu göstərir. Fel, проводила, bu da qadın cinsi olduğunu göstərir. Amma mən yenə də professiyanın, yəni ki, o ixtisas yox, peşə ilə istifadə olunan sifət kişi cinsində olmalıdır. Молодая rejissor deyə bilmərəm. Молодой rejissor. Хорошо? Bir də 4-də səhv var. Я буду точнее слушать. Yox, əgər слушать desə orada olmalıdır внимательно слушать. Я буду внимательно слушать избирателей. Точнее слушать nə deməkdir? Хорошо? Və 5. Китай категорически заинтересован. Категорически qəti deməkdir. Mənə lazımdır tam. Olacaq абсолютно, полностью заинтересован. Tamamilə mənasında. Biri var qəti maraqlıdır ola bilməz də, amma tam maraqlıdır, tamamilə maraqlanır deyə bilərəm. Хорошо? Поэтому 1, 2, 4 və 5-də səhv var. Понятно? Вопросы какие-то есть? Аге. Все.